Naqillərin ardıcıl və paralel birləşdirilməsi. Hər bir müqaviməti el olan n sayda naqili ardıcıl birləşdirdikdə ümumi müqavimət hansı ifadə ilə təyin olunur? Əgər ardıcıl birləşmə varsa, bildiyiniz kimi ardıcıl birləşmədə ellər normal toplanır. Yəni R1 plus R2 plus R'in, yəni n sayda toplanılır. Odur ki, biz ümumi əgər bütün müqavimətlərimiz eyni olarsa, birini götürüb qiymət olaraq sayına vura bilərik. Yəni B variantı. Əgər paralel olarsa, paraleldə tərs toplandığı üçün, yəni 1 böl R1 üstəgələ 1 böl R2, yəni bu formada toplandığı üçün tərs, yəni toplam olduğu üçün R böl N yaza bilərsiniz. 3 şəkildə, 3 naqil şəkildə kimi birləşdirilmişdir. Onların axan cəryan şiddətləri münasibəti istənilir. Dövrə ardıcıldır göründüyü kimi. Ardıcıl birləşmədə bir dövrədən, məsələn, 10 amper cəryan keçərsə, hər üçündən də o qədər cəryan şiddəti keçəcək. Odur ki, daha doğrusu cəryan şiddətinin qiyməti 10 amper olacaq. Odur ki, hər birində bərabər olur. Yəni, ardıcıl birləşmədə I dəyişmir, konstantdır. Paralel birləşmədə isə U konstantdır. Yəni, dövrənin ümumi gərginliyi dəyişmir. Burada da A variantı olacaq. Növbəti testdə 5-cidə birləşmə paralel birləşmədir. Paralel birləşmədə U konstant olur. U konstantdır. I də bərabərdir. U bölür düsturudur. Əgər U bərabərdirsə, I ilə tərs mütənasib olacaq. Amma burada bizdən U'nun asıllığı istəndiyi üçün bərabər götürürsünüz. Yəni, qeyd etdiyim kimi, yəni birləşmələrin görüntüsündə fərq olsa da hər ikisi paralel birləşmədir. Yəni onlar bərabərdir. 6-cı testdə isə dövrə ardıcıldır. Ardıcılda yenə də I konstant olduğu üçün bir-birinə bərabər götürürük. 7-ci testdə də yenə də birləşmə ardıcıldır. Yəni 6 da ardıcıldır. Eyni şəkildə 7 də ardıcıldır. Ardıcıl birləşmədə i'lərimiz dəyişmir. Sadəcə fərq ondadır ki, ardıcıl birləşmədə burada ampermetr də qoşulmuşdur dövrəyə. Yenə də i'lər bərabər olacaq. 8-ci testdə ampermetrlərin göstəricilər arasında münasibət istənir. Yenə də dövrə ardıcıl birləşib. Dövrəyə rezistor ardıcıl birləşmişdir. Odur ki, yenə də bərabər olacaq. 9-cu testə gəldikdə isə fikir versəniz, burada A və B hissəsindən müsbət və mənfi qütbünə birləşdirilmişdir dövrə. Və dövrənin, baxın, bu hissəsi, yəni A-dan B-yə saat əqrəbin əksi istiqamətdə getdiyimiz hissəsi ilə saat əqrəbi istiqamətdə AB arasındakı hissə bir-birinə paralel birləşmişdir. Çünki paralel birləşmənin şərtindən biri odur ki, məsələn, deyək ki, bu içəridə olan hissəni kəsib atsaq, baxın, çöl tərəfdəki hissə işləyəcək və ya əksinə çöl tərəfdəki hissəni kəsib atarıqsa, içəri tərəfdə qalan hissə işləyəcək. Yəni, paralel birləşmə xüsusiyyəti budur ki, bir hissə sıradan çıxarsa, digər hissələr öz fəaliyyətini davam elətdirir. Hər bir hissə bərabər hissələrə bölünmüşdür. Hər birinə el deyə bilərik. Lakin bu hissədə, saat əqrəbinin əksi istiqamətdə olan hissədə hər hissə bir-birinə ardıcıl birləşmişdir. Odur ki, burada ümumi uzunluğumuz 3el, bu hissə isə el deyə bilərik. Digər tərəfdən, paralel birləşmədə bildiyimiz kimi U konstantdır. U konstant olduğu üçün I də bərabərdir, U belir yaza bilərik. Digər tərəfdən, burada uzunluqla mütənasib olduğuna görə R də ρl böl S-dir. Baxın, R ilə düz asılıdır. I R ilə tərs olduğu üçün I L ilə də tərs olacaq. Yəni, I1 böl I2 yazarıqsa, eyni şəkildə L2 böl L1 yazılmalıdır. Bu hissə ikincidir. Buraya L yazırıq. Baxın, cəryan şiddətinin 1 olduğu tərəf isə bu hissədir. Yəni, birinci buradır. Birinciyə də 3L uyğun gəlir. İxtisar apararıqsa 1 böl 3 cavabı tapmış olaraq. Yəni, 1 bölünsün 3. 10-cu testdə 3 eyni lampa dövrəyə ardıcıl, daha sonra isə paralel qoşulmuşdur və gərginlik sabitdir. Ardıcıl birləşmədə ilk öncə 3 eyni lampadırsa, onların müqavimətləri eyni olur. Yəni 3R olur. Normal toplayırıq. Sonra isə paralel birləşdirdikdə isə R böl 3 olur. Fikir versək, 3R'dən R böl 3'ə gələrkən müqavimətimiz 9 dəfə azalmışdır. 9 dəfə azalıb. Ya da R böl 3'ü 3R'ə bölərsiniz. 9 dəfə azaldığını müşahidə edə bilərsiniz. Digər tərəfdən I bərabərdir. U böl R düsturuna əsasən burada U'muz konstant olarsa, R'imiz 9 dəfə azalarsa, cəryan şiddətimiz də 9 dəfə artmış olar. 11-ci testdə isə gərginlik sabit qalmaqla paralel birləşdirilmiş iki eyni
elektrik qızdırıcısına ardıcıl birləşdirdikdə gücü necə dəyişər? Fikir versəniz, yenə ilk öncə paralel birləşmişdir iki eyni lampa. Paraleldə müqavimətimiz R/2 olacaqdır. Ardıcıl birləşdirildikdə isə normal toplanır, yəni 2R olur. R/2-dən 2R-ə gəlmək müqavimətin 4 dəfə artmağı anlamına gəlir. Ya da 2R-i R/2-yə bölərsiniz və müqavimətin artdığını tapa bilərsiniz. Güc istənilir. Gücün də əgər U konstant olduğu hal lazımdırsa bizə U kvadrat böl R düsturuna müraciət edirik. Əgər ardıcıl birləşmə, daha doğrusu ardıcıl birləşmədə I konstant oldusa, yəni belə bir testlə rastlaşarsınızsa, o zaman I kvadrat R düsturunu götürərsiniz. Sabit gərginlikdir. Güc R ilə tərs asılıdır. Yəni bizim müqavimətimiz 4 dəfə artırsa, gücümüz 4 dəfə azalmalıdır. Növbəti test. 3 eyni müqavimətli naqil dövrəyə ardıcıl birləşdirildikdə T müddət ərzində müəyyən qədər istilik miqdarı ayrılır. Həmin naqilləri dövrəyə paralel birləşdirsək, nə qədər müddətdə əvvəlki qədər istilik miqdarı ayrılar. Baxın, gərginlik sabitdir və istilik miqdarından danışılır. Əgər U konstantsa, istilik miqdarının U kvadrata böl R vur T düsturuna müraciət edirsiniz. Əgər cəryan şiddəti sabit desəydi, I kvadrata R T düsturuna müraciət edərdik. Və digər tərəfdən 3 eyni müqavimətli dediyi üçün R-lərimiz eynidir. Əvvəlcə ardıcıl birləşibsə 3R olur. Sonra paralel birləşdirdikdə R/3 olur. Yenidən 3R-dən R/3-ə gəlmək R-in 9 dəfə azalmağı anlamına gəlir. Baxın, R-imiz 9 dəfə azaldı. Və bizə müəyyən qədər istilik miqdarı deyil. Müəyyən demək, yəni onun qiyməti dəyişmə anlamına gəlir. Yəni kümüz sabit, gərginliyimiz sabit olarsa, R və T bərabərliyin eyni tərəfində sürət və məxrəcdə yerləşdiyi üçün düz asılıdır. Yəni bizim müqavimətimiz azaldığı yerdə bizim zamanımız da, müddətimiz də azalmalıdır. Əvvəl T idisə 9 dəfə azalıbsa, zaman da 9 dəfə azaldığı üçün T böl 9 olacaq. Növbəti 13-cü testə baxaq. 2 eyni lampanı əvvəlcə ardıcıl. Artıq eyni lampa 2 dənədir. O zaman ardıcıl birləşəndə 2R deyirik. Paralel birləşəndə R/2 olur. 2R-dən R/2-yə gəlmək R-in 4 dəfə müqavimətini azalmağı anlamına gəlir. Cəryan şiddəti də I bərabərdir U böl R düsturuna görə U konstantdır. Baxın, qeyd olunur. R-imiz 4 dəfə azalırsa, cəryan şiddətimiz 4 dəfə artacaq. 14-cü testdə verilmiş naqillərdə eyni zaman müddətində ayrılan istilik miqdarları soruşur. Baxın, ardıcıldır. Qeyd etmişdim öncəki testlərdə. Ardıcıl birləşmədə I konstant olduğu üçün, yəni cəryan şiddəti dəyişmədiyi üçün Q-nün I kvadratı RT düsturuna müraciət edir. Yəni kvadratda olan düsturlar. Məsələn, I konstantı I kvadrat, U konstantı U kvadrat. Verilmiş naqillərdə sözünü işlədir və eyni zaman müddətindədir. Eyni zaman müddəti T-nin dəyişmədiyi anlamına gəlir. Və burada I-miz konstantdır. Göründüyü kimi Q-miz ilə düz asılıdır. Yəni Q1 böl Q2 bərabərdir. R1 böl R2 yazılmalıdır. Yəni 2-ni 6-ya bölərik. Cavabımız 3/1 olur.